Hindistanın qərbi Benqal ştatında Nipah virusu ilə bağlı yoluxma halları qeydə alınıb. Rəsmi məlumatlara görə 5 nəfər təhlükəli infeksiyaya yoluxub. Onlardan ikisinin vəziyyəti kritikdir. Yoluxanlar arasında səhiyyə işçiləri də var və 100-dən çox şəxs karantinə alınıb. Nipah virusu yarasalardan insana keçən zoonotik xəstəlikdir və ağır beyin iltihabı ilə müşayiət oluna bilər. İlkin əlamətlər yüksək hərarət, baş və əzələ ağrısı, öskürək və boğaz ağrısı kimi başlayır. Sonrakı mərhələdə isə nəfəs darlığı, ağciyər iltihabı, beyin iltihabı, şüurun itməsi və qıcolma kimi ciddi simptomlar yarana bilər. İnkubasiya dövrü adətən 4 gündən 14 günə qədərdir, lakin bəzi hallarda bu müddət daha da uzun ola bilər. Asiya ölkələri artıq hava limanlarında COVID-19 dövrünə bənzər sağlamlıq yoxlamalarını gücləndirib. Səyahətçilər temperatur və simptom skanerlərindən keçirilir. Hazırda Nipah virusuna qarşı təsdiqlənmiş vaksin və spesifik müalicə yoxdur. Xəstələrə göstərilən tibbi yardım əsasən simptomatik və dəstək xarakterli olur. Gürcüstanda isə rəsmi səhiyyə qurumları hələlik Nipah virusuna yoluxma halının qeydə alınmadığını bildiriblər və epidemioloji vəziyyəti diqqətlə izlədiklərini açıqlayıblar. Hazırda ölkədə riskin lokal yoluxma olmadığı üçün aşağı olduğu dəyərləndirilir.